Bu salatı ilk dəfə yediyim andan vuruldum. Sos üçün lazım olacaq qarçitsa, limon və portakal şirəsi, bir qədər Sezar sosu qarışdırıram. Ən sonda zeytun yağı əlavə edirəm. Qramlarını videonun alt bölümündə qeyd edəcəm. Daha sonra krevetkanı tavada biraz zeytun yağında o üzləyib qovururam. Duz əlavə eləmədim çünki sosun tərkibində yetərincə duz var. Daha sonra kərözün, yəni bütün marketlərdə də var, saplaq hissəsini nazik-nazik doğrayırıq. Portakalın qabığının, yəni çıxardırıq, iç hissəsini doğrayırıq. İnanın ki, bu salata portakal bir ayrı ləzzət qatıbdır, yəni məndən deməsi. Portakalını bol eləyin, yəni. Daha sonra xiyarın iç hissəsini çıxardırıq və kənar hissələrini eyni kəröz kimi doğrayırıq. Avokadonu da qəşəng nazik-nazik doğrayıram. Hamısını qatıram bir yerə, qarışdırıram və hazırladığım sosdan əlavə edirəm. İnan səmiyyətimə. Dəhşət ləzzətlidir, dəhşət. Bu mənim reseptim deyil. Mən bunu bir məkanda yedim, reseptini öyrəndim və sizinlə paylaşdım. Mütləq hazırlayın. İnanın ki, ağzınız dada gələcək. Mütləq hazırlayın.